Bibi, bu nedir? Xeyr ola. Xeyirdir inşallah. Decinən biz de bilək də. Yox, sənə söz deyə bilmərəm, ağzın yırtıqdır. Ha? Bibican, bu ədvaları sənin üçün getirmişəm. Importladım. Atası və əmisi repressiya qurbanı olan, amma buna baxmayaraq ömrünün sonuna qədər heç bir fəxri adı almayan, tamaşaçıların isə həmişə böyük sevgi ilə xatırladığı aktyorlardan biri Tələt Rəhmanov idi. Tələt Rəhmanov 1931-ci ildə Bakının qədim və tarixi məkanlarından biri olan İçəri şəhərdə dünyaya göz açıb. Ailədə 3 uşaq olublar, 2 qardaş və 1 bacı. Onların içində yalnız Tələt Rəhmanov incəsənət yolunu seçmişdi. Hələ uşaqlıqdan teatr və səhnə sənətinə böyük maraq göstərirdi. Onun ailəsinin taleyi isə olduqca ağır və faciəli hadisələrlə dolu idi. Tələt Rəhmanovun əmisi Azərbaycan SSR Nazirlər Sovyeti sədrinin müavini olmuş Hüseyn Rəhmanov xalq düşməni adı ilə repressiya edilərək güllələnmişdi. Bir gün Tələt Rəhmanovun atası Əliağa küçə ilə gedərkən təsadüfən Mir Cəfər Bağırovun avtomobili ilə qarşılaşır. Bağırov avtomobilin sürətini azaldaraq bir müddət onu diqqətlə izləyir. Bu hadisə Əliağa Rəhmanovu ciddi şəkildə narahat edir. Evə qayıdandan sonra həyat yoldaşına belə deyir: "Hazır olun, mən də gedəcəyəm." Onun bu sözləri sanki gələcək faciənin xəbərçisi idi. Çox keçmir ki, Əliağa Rəhmanov da repressiya olunur. Beləliklə Tələt Rəhmanov cəmi 6 yaşında atasını itirir. Anası isə 3 uşağı tək başına və böyük çətinliklərlə böyütməyə məcbur qalır. Sürgündə olan ataları ailəsinə yalnız bir məktub yaza bilir. O məktub sonralar ailə üçün böyük bir xatirəyə çevrilir. Uşaqlar həmin məktubu 3 hissəyə bölərək özlərində saxlayırlar. Tələt Rəhmanovun ailəsinin İçəri şəhərdə böyük mülkü də var idi. Lakin repressiyalardan sonra bu mülk onların əlindən alınır. Ailəyə yalnız 2 otaqlı kiçik bir ev verilir. Gənc Tələt Rəhmanov əvvəlcə Neft İnstitutuna daxil olur. Lakin xalq düşməninin qohumu damğası səbəbindən ona dərslərə gəlməməsi tapşırılır. Bu hadisə onun həyat yolunu tam dəyişir. Bundan sonra o teatr texnikumuna qəbul olunur və incəsənət dünyasına doğru ilk ciddi addımını atır. Necəsən? Sağ ol, yaxşıyam. Mülayim xala, salam. Gəl görüm hala. Gəldim. Bibican, gözün aydın. Eşittim gəlinin qaydı. Qədeş, hara qoyum? Qoy bir hala. Aç. Busa. Hazırdır Qədeş. Çox sağ olun. 1955-ci ildən etibarən kinoda çəkilməyə başlayan Tələt Rəhmanov Azərbaycan kinosunda 70-dən çox filmdə müxtəlif rollar ifa edir. Bu rolların əksəriyyəti epizodik olsa da, aktyor hər dəfə öz oyun tərzi ilə tamaşaçıların yaddaşında qalmağı bacarırdı. O, həmçinin film direktoru və rejissor assistenti kimi də fəaliyyət göstərib. Tələt Rəhmanov aşağıdakı məşhur filmlərdə rol alıb: Qaynana, Kişi sözü, Arşın Malalan, Sehirli xalat, Alma almaya bənzər, Şirbalanın məhəbbəti, Əmək və Qızılgül. O, həmçinin məşhur Babək filminin direktoru olub və Əhməd Haradadır filmində rejissor assistenti kimi çalışıb. Qaynana filminin çəkilişləri zamanı maraqlı bir hadisə baş verir. Aktrisa Nəsibə Zeynalova Əli obrazını Cahangir Novruzovun yaratmasını istəyirdi. Lakin filmin rejissoru Hüseyn Seyidzadə bu fikirlə razılaşmır. Tələt Rəhmanov da həmin rolu oynamaq istəyirdi və sonda Əli obrazı məhz ona həvalə olunur. Aktyorun Gülnarə adlı yeganə övladı olub. O, yaxınlarını incəsənət aləmindən uzaq tutmağa çalışırdı. Bir dəfə qızı Tənha Narın nağılı filmində çəkilmək üçün məşqlərə qatılır. Aktyor qızının sınaq çəkilişlərindən olan şəkilləri görəndə buna icazə vermədiyini bildirir və fotoları cırır. Tələt Rəhmanov çox cəsarətli insan idi. Çoxlarının deməyə cəsarət etmədiyi sözləri o ya ciddi şəkildə, ya da zarafatla açıq şəkildə deyə bilirdi. Yaponski. Bu bahalı maldı var, nə qədər vermişsən buna? Əşi, qəpik quruşdu bibi. Hələ səni Allah qoysa bu yaxında təzə Jiguli'də gəzdirəcəyəm. Pul deyəsən qudurdub səni ha. Bəs bilmirsən ki,
O cığulu maşın seni çok uzaklara aparar. Bibican, senin kardeşin oğlu Ali o heriflerden değil. He? Görün çatlasın ay kardeş. Təzə dəmlənmiş çayı çox sevən aktyor gün ərzində ən azı 10 dəfə çay dəmlədirdi. Bütün bunlara baxmayaraq Tələt Rəhmanov heç vaxt fəxri ad almamışdı. Deyilənə görə o dövrdə vəzifəli şəxslərdən biri hər dəfə onun adını mükafata təqdim olunanlar siyahısından çıxarırmış. Sen o kişinin atılan tırnağı da olabilmezsen. Allah'ın dostum. Evli olsaydı öz elimle boğup öldürerdim seni. Ayıp ki subaysın. Günah. Ben düz iş görmüşəm, bayandır əmi. La 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 la. 1995-ci il 13 noyabrda Tələt Rəhmanov çəkilişdən evə qayıdır. Həmişəki kimi ailəsinə çəkilişlərdən maraqla danışır. Birdən onun səsi xırıldamağa başlayır. Həyat yoldaşı Minə xanım əvvəlcə bunun növbəti zarafat olduğunu düşünür. Lakin vəziyyətin ciddi olduğu dərhal məlum olur və həkim çağırılır. Təəssüf ki, təcili tibbi yardım gələnə qədər böyük sənətkar ürək tutmasından vəfat edir. O, bundan bir müddət əvvəl infarkt keçirmişdi. Bunun səbəbi isə hər şeyi ürəyinə salması, işlərin qaydasında getməsi üçün çox narahat olması və keçirdiyi güclü əsəb idi. Senin bu düzlüğün beni baba buraya yığıp. Senin gölbaşıva ben ne oynatacağım? İplemenin biri ipleme. Dinmedirim. Seni gösteririm ben dumbadurum. Diyen köpeği ol. Yığmışsan beni bak bırak. Yoldaş Atayevi ele sarıl. Aktyorun ölümündən sonra həyat yoldaşı Minə xanım ağır xəstələnir və hər gün ağlayırdı. O, həyat yoldaşının məzarını hər həftə ziyarət edirdi. 4 il sonra isə Minə xanım da dünyasını dəyişir. Tələt Rəhmanov Bakıda yerləşən Yasamal qəbirstanlığında dəfn olunub. 2013-cü ildə isə onun yeganə övladı Gülnarə böyrək çatışmazlığından vəfat edir. Bugün aktyorun 2 oğlan və 1 qız nəvəsi var. Nəticələrindən biri isə böyük sənətkarın Tələt Rəhmanovun adını daşıyır. Bibi, senin kardeşin oğlu o kişilerden değil. Benim aptek butkamı bağlayan her arasından olmayıp. Bibican, sen oğlun canı, beni eli boş kaytarma. İşin düşəndə gör necə yalvarırsan. Azərbaycan kino tarixinin pərdə arxası hekayələrini öyrənmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Dəstəyiniz bizim üçün çox önəmlidir.